İrəm. Özümü təqdim edeyim. Adım Pərvanə, soyadım Məmmədli. Bugün sizlərlə bir yerdə bu dövrün ən aktual məsələsi olan kiber hüquqdan danışacağıq. Çünki sizin nəsil bildiyim qədərindən artıq 13-15 yaş aralığıdır və sizin nəsil bu kiber dünyada daha çox olacaq, daha çox vaxt geçirəcək və şanslısınız ki, bu yaşdan başlayırsınız bu məsələləri öyrənməyə, bu məsələlər barədə məlumat olmağa. Mən də çalışacağım bu dövrdə, yəni hazırda hələ kiber hüququn, kiber sferanın tam formalaşmadığı, yəni ölkəmizdə dövrdə mən sizə bugün və gələcək üçün nələri bilməlisiniz, nələrdən xəbəriniz olmalıdır, özünüzü nələrdən qorumalısınız, nələrdən müdafiə etməlisiniz və nə kimi öhdəlikləriniz var, anlaşıqlı dildə izah edin. Təlim mövzumuzun adı kiber hüquq, rəqəmsal dünyada şagirdlərin və müəllimlərin hüquqları və öhdəlikləri mövzusundadır. Sizinlə bugün nələr müzakirə edəcəyik? Kiber hüquq nədir və niyə vacibdir? Şagirdlərimizin və müəllimlərimizin okulunla bağlı hüquqları nədir? Daha sonra kiber cinayətlərin növləri, hansı ki siz daha çox rastlaşa bilərsiniz, daha çox rast gələ bilərsiniz bu cinayətlərə. Həmin cinayətlərin mahiyyəti və o cinayətlərdən necə özünüzü öncədən müdafiə edə bilərsiniz və yaxud da ki, həmin o kiber cinayətlərlə rastlaşdığınız vaxtda özünüzə necə müdafiə üsulları seçə bilərsiniz və beynəlxalq Azərbaycan Respublikasının qanunvericiliyini sizlə müəyyən dərəcədə müqayisə edəcəyik ki, məlumatlı olasınız, mahiyyətli biləsiniz və sizin üçün anlaşıqlı olsun. Başladıq bura. Kiber hüquq nədir? Bir sual verin. Kimlər aktiv sosial şəbəkə istifadəçiləridir bu dəqiqə? Əl qaldıraq, bilək sayınızı. Okey. Hansı sosial şəbəkələrdən daha çox istifadə edirsiniz? Özünüzün və yaxud da ki, valideynlərinizin hesabından? TikTok, Instagram, Facebook, sonra YouTube. Alışverişlərinizi hardan edirsiniz? Məsələn, online sifariş vasitəsilə Facebook, sonra Amazon kim dedi? Sifariş verimsizmi? Başqa? Yəni artıq özünüz görürsünüz ki, biz yavaş-yavaş rəqəmsallığa doğru gedirik. Yəni siz girirsiniz məsələn sosial şəbəkəyə, orada bir məlumat görürsünüz. YouTube'dan istifadə edən, dərs materiallarını YouTube'dan götürən, düzdür. Məsələn, nəsə sizin üçün anlaşıqlı olmayanda, daxil olursunuz YouTube'a və yaxud da ki Google'a, süni intellektdən, ChatGPT-dən kim istifadə edir? Sayınızı bilə. Maşallah. Kopya çəkirsiniz. Çox yaxşı, çünki ChatGPT bu dəqiqə düzdür, heç nə müəllim əməyini və izahını əvəz edə bilməz. Çünki müəllim təkcə sizə dərs materiallarını deyil, məsələnin etik tərəflərini, əxlaqi tərəflərini öyrədir. Amma ChatGPT-yə yazsaz ki, məsələn, riyaziyyatda, həndəsədə mənə filan təsəvvür figurlarını izah edir, çox gözəl izah edir. Səsli bir yaxud da ki, yazılı şəkildə. O özündə bir rəqəmsallaşmadır. Yəni, bütün bunlar göstərir ki, siz artıq yavaş-yavaş rəqəmsal dünyadan, daha doğrusu əlləri dünyamızdan keçirsiniz rəqəmsal dünyaya. Hansısa bir məsələ qaranlıq qalanda müəllimdən artıq əvvəl müraciət edirsiniz ya ChatGPT-yə ya da ki YouTube'a, Google'a və məsələni tapırsınız məlumatını. Və burada kiber hüquq neyinir? Baxın, əsas məsələ buradan gəlir. Kiber hüquq burada neyinir? Sizin həmin o kompüterdəki işləri işləyirsiniz və yaxud da ki telefonda. Yəni bütün texnoloji cihazlarda və yaxud da ki sosial şəbəkələrdə, internetdə sizin hüquqlarınızı, sizin digər insanlarla əlaqələrinizi, münasibətlərinizi və fəaliyyətlərinizi tənzim edir. Məsələn, nümunə deyirəm. Trend yola daxil olursunuz. İstədiyiniz məhsulları sifariş edirsiniz. Orada bir dənə sözləşmə çıxır. Onu klikləməsəz, siz məhsulu sifariş verə bilmərsiniz. Oxuyan olur mu sözləşməni? O bizim dildə, o bəyannamə deyil, o bizim dildə müqavilədir. Yəni, trend yol, əvvəl normalda, məsələn, indi biraz böyüyün, məsələn, yaşınız olsun 17, siz universitetə gedəndə başlayacaqsınız sizlə yazılı bir müqavilə imzalamağa. Yəni, ora imzanızı çəkəcəksiniz ki, biz təhsilə başlayırıq. Trend yol sizinlə tək-tək gəlib onu imzalaya bilmədiyi üçün online müqavilə qurur. Və online müqavilədə sizə baxın, orada məsələn belə şərtlər var. Məhsullar
əgər keyfiyyətlidirsə geri qaytarılmır. Bu qədər müddət ərzində siz məhsullarınızı geri qaytara bilərsiniz. Məsələn, daşıma şərtlərində filan məsələlər var. Bu artıq nədir? Kiber hüquqdur. Girdi məsələ ora. Yəni, mülki qanunvericiliyə kiber hüquqda yanında dəstək olur. Və yaxud da ki, daxil olursunuz YouTube-a. YouTube-da deyil. Məsələn, 13 yaşdan aşağısızsa, bu platformalara daxil ola bilmərsiniz. Düzdür, sizdən soruşur. 13 yaşdan yuxarısınızmı? Siz də yalandan deyirsiniz, bəli. O özdə bir kiber hüquqdur. Ondan təsir edir. Və yaxud da sizdən soruşurlar platformalara girəndə, robotsuz, görürsünüz onu, robot deyilsizsə sübut edin. Sizə başlayırlar buradan, nə bilim, şəbsəmiyyət deyirsiniz, tamamlayın və yaxud da ki, svetoforlar, işıqforlar verirlər ki, onlar tamamlayın. Bunlar nədir? Bunlar hamısı kiber hüquqdur. Çünki sizin başqa cür, real insan olduğunuz, yəni sosial şəbəkələrdə belə bir anlayış var, fake human. Yəni, yalan insan, belə deyil, uydurma insan. Sizin həqiqətən də fake human olmadığınızı dəqiqləşdirmək üçün bu vasitələrdən istifadə edilir və bizə nə kömək edir? Kiber hüquq. Okay? Bura qədər anlaşılıdır. Sualımız var. Kimin nəsə sualı olsa verə bilər. Tamam mı? Məsələn, bunu bitirdik. Sualımız varsa verin, digər gedəcək. Və gəlirik. Niyə aktualdır? Bu şəkillər sizə nə deyir? Məsələn, bu şəkillərdə baxanda nə təəssürat yaranır sizdə? Bu məsələn bir sinifdir, auditoriyada. Baxın, mən sizlə burada bir yerdəyəm. Əyani şəkildə üz-üzəyik. Covid-ə qədər necə keçdik? Tədrisimizi belə, bu formada Covid oldu, necə elədik? Keçdik. Covid-dən sonra keçdik artıq rəqəmsallaşmaya. Yəni, Google Meet, Teams, daha sonra Zoom platformaları vasitəsilə dərsə gəlmədən, auditoriya, məktəbə gəlmədən sizə başlatılan dərslər tədris olmalı, düzdür? Və burada nə ortaya girdi? Kiber hüquq necə girdi ortaya? Məsələn, sizin qayıqlarınız orada sistemdə necə görünürdü? Akkantla daxil olurdunuz, deyirdilər ki, öz akkantunuz olsun, öz hesabınız olsun. Siz orada yoxsunuzsa, avtomatik sistemə qayıq düşürdü. Və yaxud da ki, normal auditoriyada, məsələn, deyirlər ki, insanlar etik danışmalıdır, bir-birinə hörmət eləməlidir. Artıq o məsələ hara keçdi? Keçdi sosial şəbəkələrə, keçdi Zoom, Google Meet-ə. Siz artıq orada başladınız, kameranı açıq qoymalısınız, səsi bağlamalısınız, nə bilim, bir-birinizə qarşı qeyri-etik ifadələr işlətməməlisiniz və s. Mən həm də universitetdə dərs deyirəm, sizə belə bir hal deyim. Bu Covid dövründə, pandemiya dövründə olanda, insanlar onlayn dərslərə qoşulanda, müəllimin biri tələbəyə xoş olmayan bir ifadə işlətmişdi. Tələbə bundan bağlı şikayət eləmişdi. Məsələ necə həll oldu? Bilirsiniz, məsələn, burada kamera yoxdur, düzdür? Amma orada dərsin qeydiyyatı gedir. Basırlar rekord, dərsin qeydiyyatı girdilər rekorda, baxdılar ki, həqiqətən də müəllim bir ifadə işlədi və müəllimi cəzalandırdılar. Və yaxud da ki, enisi tələbəyə aiddir. Və artıq burada kiber hüquq aktuallaşır. Siz hansısa bir fəndən hazırlığa gedə bilərsiniz. Ola bilər ki, məsələn, bu dəqiqə çox kurslar bunu eləyir. Dərsləri əyani getmək istəmirsiniz, yol uzaqdır və yaxud da ki, istəyirsiniz ki, vaxtınıza qənaət eləyəsiniz, abituriyent vaxtı, universitetə hazırlaşanda daha məhdud vaxtınız olacaq. Onu sizə təklif edəcəklər, gəlin sizə Zoom üzərindən dərslər tədris edir. Bu necə olacaq? Onlayn şəkildə, rəqəmsal şəkildə və sizin müqavilələri və s. Siz deyəndə ki, mən bugün dərsdə iştirak eləmişəm, açacaqlar bu Zoom-un rekordunu, baxacaq ki, filan kəs həqiqətən dərsdə iştirak edib, yoxsa yox. Və artıq bura nə ortaya gedir? Kiber hüquq ortaya gedir. Yəni siz yaşadıqca zamanla bütün münasibətlər, bütün alışverişlər, bütün tədris prosesinin böyük bir hissəsi 80% rəqəmsallaşacaq. Yəni siz gələcəksiniz, rəqəmsal dünyaya daxil olacaqsınız. Və həmin rəqəmsal dünyada nəyi bilməlisiniz? Kiber qanunvericiliyi bilməlisiniz. Tamam? Kiber hüququn məqsədi nədir? Biz bayaq danışdıq. İlkənin kiber hüququnuzun məqsədini bir ümumləşdirək, görək nədir? Birinci məqsədimiz nədir? Rəqəmsal məkanlara ki, daxil olursunuz, sosial şəbəkələrə, daha sonra ticarət, onlayn ticarət edirsiniz. Fərqli fəaliyyətlərlə, hətta mən sizə deyim, bilmirəm, məsələn, freelance işlər eşitmişsiniz və aranızda eşidən varmı? Çox insan freelance işlər görür. Məsələn, necə? Siz oturursunuz Azərbaycanda, yaxşı tutaq ki, gələcəkdə IT mütəxəssisiniz. IT yönündə işləyirsiniz. Siz tutaq ki, Amerikadan hansısa bir şirkətə Azərbaycanda otura-otura IT xidməti verirsiniz. Və bu münasibətlər necə tənzimlənir? Sizin
maaş məsələniz, işi necə təhvil verəcəksiniz, hansı müddətə təhvil verəcəksiniz. Bunlar hamısı daxil olacaq. Kiber hüququ, mülki qanunvericiliyi, əmək qanunvericiliyin yanında olacaq. Ancaq bu onlayn platformalar üzərinə gələcək. Ona görə məqsəd nədir? Birinci, sizin hüquqlarınızı qorusun. Bu hüquqların yanında sizin vəzifələrinizi müəyyən etsin. Məsələn, siz YouTube-a girib, qarşıdakı slaytlarda daha uzun danışacağıq. Hansısa bir təhsil videosunun altına və yaxud da istənilən videonun altından qeyri-etik ifadələr işlədə bilmərsiniz. Kimisə təhqir eləyə bilmərsiniz. Kimisə barəsində yalan, səhv informasiya verə bilmərsiniz. Əgər bu bilinib etdiyiniz təqdirdə və qarşı tərəf şikayət verdiyi təqdirdə sizin barənizdə iki cür tədbir görəcəklər. Bir, platformanın özündə report hissəsini görən var da, yəqin YouTube-da report görmüsünüz, Instagramda report düyməsi var. Bu nədir? Şikayət düyməsidir. Və yaxud da ki, hansısa qeyri-etik bir post görmüsünüz, xoş olmayan formada. Siz onu da report edirsiniz. Yəni ki, bu əxlaqa, etikaya sığan bir məsələ deyil. Və yaxud da ki, siz özünüz qeyd edirsiniz. Onda sizin həm də məsuliyyətiniz yaranacaq. Kiber hüquq burada ortaya edir. Daha sonra nə edir? Kiber cinayətlərlə mübarizə aparır. İndi mən sizə kiber cinayətləri sadalayacağım. Hansı kiber cinayətləriniz var, hansıları bilməlisiniz, hansılardan özünüzü qorumalısınız, mübarizə aparır və hüquqi və etik normaları müəyyən edir. Yəni, bunu mən sizə qanunvericiliyin tərəfindən deyəcəm ki, bu nə deməkdir? Ümumiyyətlə, heç hansısa qanunvericiliyi haqqını oxuyan var. Məsələn, konstitusiyamızı kimsə oxuyur? Hansı bir təlimat oxuyan, məsələn, ki, ta ki məktəbdə özünüzü belə aparmalısınız və s. Bundan məlumatlısınız. Və mənə maraqlıda sadəcə oxuduğunuz qanunvericiliyin dili sizin üçün anlaşılıqlıdırmı, deyilmi? Və ümumiyyətlə qanunvericilikləri bilirikmi? Kimsə bilir qanunvericilik nədir? Bilən var? Okey, qanunvericilik nədir? Məsələn, tutaq ki, əmək qanunvericiliyi var, mülki qanunvericilik var, konstitusiya var, cinayət var, inzibati var. Bu nədir? Əmək qanunvericiliyi ki, siz gələcəkdə işləyəndə filan şeylərə əməl edəməlisiniz. Sizin filan hüquqlarınız var. Yəni, sizin etməli olduğunuz hərəkətləri və hansı hüquqlarınız var, sizə edilməlidir. Onları bir qanuna toplayırlar, məcəllə yaradırlar, qanun yaradırlar. Və yaxud da ki, təhsil qanunvericiliyi. Siz tutaq ki, məsəl üçün, gün ərzində 5 saat dərs keçirsiniz, düzdür. Bu hansısa tədris planında, normativdə öz əksini tapır deyə elədir. Yəni, siz gəlib, siz sistemsiz olaraq gəlib bugün Azərbaycan dili riyaziyyat tədrisini getmirsiniz. O tədris planlarında görünür, tənzimlənir. Və yaxud da ki, məsələn, şagirdlər tutaq ki, dərsdə nümunəvi davranış göstərməlidir, etik qaydalara əməl eləməlidir, bir-birlərinə hörmət etməlidir. Bunlar hamısı təhsil qanunvericiliyində bir-bir qeyd olunur. Yəni, sizin təhsil hüququnuzdur, nə kimi təhsil hüquqlarınız var. Kiber qanunvericilikdə də elə normativ sənədlər toplusu var, yəni qanunlar toplusu deyək buna. Siz buna qayda deyin, tamam mı? Hər ki, çünki yaşınız hələ ona əl vermir, siz qaydalar deyin. Və bu qaydalar iki yerə bölünür. Beynəlxalq nə deməkdir? Bunu ölkələr üçün, bəli, məsələn, bu necə ola bilər? Hansısa bir təşkilat, beynəlxalq təşkilatlardan adını bilənlərdən? Hansı ölkələrin birləşmələri? Əla, düz deyilsin, biri BMT. Birləşmiş Türk Təşkilatı. Onlar, Birləşmiş Ərəb Birləşmiş o ölkə. Birləşmiş Ərəb Əmirlikləri, çünki İslam Birliyi var. Dövlətlərin İslam Birliyi, NATO, əla, Avropa İttifaqı, eşitmisinizmi? Avropa Şurası var, bəli. Bunlar hamısı dövlətlərin birləşib yaratdığı və dünyada gedən proseslərə dəstək yönündə çalışdığı təşkilatlardır. Bir də var, tək dövlətlərin, məsələn, ABŞ-ın özü bir sənəd qəbul edir, məsəl üçün, artıq o ABŞ-a aiddir. Amma beynəlxalq təşkilatları, məsələn, beynəlxalq təşkilatın qəbul elədiyi sənəd hansı ölkələrə aid olur? Həmin təşkilatı daxil olan ölkələrə. Bəli, həmin təşkilata üzv olan ölkələrə aid olur və yaxud da ki, həmin təşkilat xüsusi səlahiyyətli təşkilatdırsa, onda artıq bütün ölkələr ondan məcburdur ki, qaydalara əməl edəsinlər. İndi mən sizə beynəlxalq təşkilatlardan nümunə gətirəcəm ki, bilin ki, məsələn, xaricdə dövlətlər və beynəlxalq təşkilatlar bu iki bir hüquqa necə yanaşır və sonra bizim qanunvericiliyə gələcəyik. Məsələn, Budapeşt konvensiyası var. Bu konvensiya ilk dəfə insanların kiber hüquqlarla bağlı məsələləri müəyyən edir. Dünyada ilk dəfə 2001-də olur. Ona kimi sizin məsələn sosial şəbəkələrdə hansısa hüququnuz pozulanda və yaxud da ki siz kimisə hüququnu pozulanda heç nə bunu tənzimləmir. Yox olur. Yəni belə
tələbəyik. Nə istəyirsiniz edin. Amma Budapeştdən sonra, Budapeşt Konvensiyasından sonra ilk dəfə başlandı bu münasibətlər tənzimlənməyə. Daha sonra nə başladı? Ümumdünya İnsan Hüquqları Bəyannaməsi var. Orada 2 dənə maddə əsas, 12 və 19-cu maddə. Bu maddə 2 məsələləri qeyd edir. Məsələn, belə bir cümlə gedir. Siz deyin görüm bunu necə anlayırsınız? Hər insanın məxfilik hüququ var. Bu nə demək? Hər insanın şəxsi gizli, Nə demək? Məsələn, hansı məlumatlar? şəxsi məlumatları, Məsələn, fin kodları ola bilər, Gözəl. pasport məlumatları ola bilər, şəxsi sonra Kodu. akkauntuna girmə kodu, bəli, sonra deyin, ucadan deyin. Şifrələr, bəli, kart məlumatları, məkan dediniz, bəli, olduğu məkan, bunlar hamısı şəxsi məlumatlar sırasındadır və konvensiya deyir ki, sizin həmin məlumatları məxfi saxlamaq hüququ var. Yəni, mən gəlib, adınız necədir? Mən gəlib Ayxana deyəcəm ki, Ayxan, siz mənə mütləq şəkildə fin kodunuzu verməlisiniz. Mənim belə bir hüququm yoxdur. Və yaxud da ki, Ayxan eyni şeyi mənə deyə bilməz. Və ikinci məsələ, hər kəsin söz ifadə azadlığı var. Bunu necə başa düşürsünüz? hər kəsin sözünə istəyir. Hansı formada bəs, nə məhdud? Etik formada. Etik formada qarşı tərəfi təhqir etməmək, yalan məlumat verməmək şəklində və doğru ifadələrlə tənzimlənmiş formada biz fikrimizi, sözümüzü ifadə edirik. Aydındır, bu iki konvensiyada artıq kiber məsələlərlə bağlı bazı məsələləri qoyur. Daha sonra davam edik. Bayaq dedik, Avropa İnsan Hüquqları. Bu əsas arqument Avropa İnsan Hüquqları Təşkilatı və onun paralel məhkəməsi var. Məsələn, Azərbaycanda tutaq ki, siz bütün instansiyalardan keçdiniz, hüquqlarınız təmin olmadı, siz müraciət edirsiniz Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa İnsan Hüquqları Konvensiyası var. Burada da eyni məsələlər. Fikir azadlığı və şəxsi həyat azadlığı var. BMT-nin internetə giriş hüququ haqqında sənəd var. Bayaq dediyimiz BMT təşkilatı. Bu təşkilatda nə deyir? Deyir ki, hər kəs internetə bərabər şəkildə daxil ola bilər. Yəni, heç kimin internetə giriş hüququ məhdudlaşdırıla bilməz ki, Ayxan internetə girmək Ayxana olmaz. Yəni, icazə verilmir. Sadəcə burada nə məhdudiyyəti var? Yaş məhdudiyyəti var. Ayxanın yaşı neçədir? 13 yaşında bir insan olaraq hər platformaya girə bilməz. Məsələn, siz YouTube-a daxil olanda, YouTube-da sırf bəzi platformalar var. Məsələn, birisi YouTube Kids var və YouTube Adults var. Yəni, böyüklər üçün və uşaqlar üçün. Orada yaş həddi məsələləri var. Siz tövsiyə olunmur ki, bu yaşda Adults hissəsinə girəsiniz. Düzdür, YouTube bunu sizin üzünüzü görmür, amma sizə deyir. Baxın ha, sizin 13 yaşınız var, 18 yaşınız olmadığı üçün girsəz, orada hər hansı qeyri-normal kontentlər görsəz, məsuliyyət mənim deyil. Tamam mı? BMT bunu müəyyən edir. Görsünüz, məsuliyyəti yazmışam. Sonra gəldik. Bu əsas sənədlərdən biridir, amma bu sənəd təəssüf ki, ABŞ-ındır. Amerika Birləşmiş Ştatları, görün bu sənədi nə vaxt qəbul edildi, 98-ci ildə. Hələ tam internetin oturmadığı, tam belə texnologiyaların bizə gəlib çatmadığı dövrdədir və artıq ABŞ uşaqların onlayn məxfiliyinin qorunmasından bağlı sənəd qəbul edir. Görün bu sənəddə nə deyir? Okay. Bu sənəddə qəbul edir nə? 13 yaşdan kiçik uşaqların şəxsi məlumatları valideynin ümumiyyət icazəsi olmadan paylaşıla bilməz. Hələ 98-də, bu yaş qalxıb artıq 18-də. Və web saytlarda və tətbiqlərdə uşaqlara aid olan məlumatlar isə bağlanmalıdır. Bunun səbəbi nədir? Mən sizə bir hal deyim. Məsələn, görürsünüz da, valideynlər balaca uşaqlarının şəkillərini paylaşırlar daha çox. Açıq hesablarda, üzlərini göstərirlər. Belə bir tendensiya yaranır. İndi bu çox təhlükəli tendensiyadır. Ona görə hər kəsə tövsiyə olunur ki, üz şəkillərinizi açıq akkauntlarda paylaşmayın, açıq hesablarda paylaşmayın. Süni intellekt götürür, məsələn, sizin adınız necədir? Emin. Emin üzünü götürür, böyüdür, edir 18 yaşında bir fərdin üzü. Günay müəllimə yox mu? Günay müəllimə xeyr, burada deyil. Bir fərdin üzü. Sonra həmin fərdin şəklini, bunun şəklindən bir dənə xarici pasport hazırlayır. Yalan şəxsiyyət. Və başlayıb həmin adam xarici pasportla, başqa bir adam Eminin üzü vasitəsilə ölkə gəzir. Qanunsuz narkotik daşıyır, insan alverindən məşğul olur, ölkələrə qanunsuz giriş edir. Sırf bir dənə üz çizgiləridir. Ona görə tövsiyə olunur ki, sosial şəbəkələrdə olanda çalışın
ümumiyyətlə, mən hətta qapalı hesablarda da tövsiyə etmirəm. Şəkillərinizi paylaşın. Paylaşanda lokasiyalar, yəni məkan yerləri qoymayın. Fərdi məlumatlarınız, hansı məktəbdə oxuyursunuz, bunları bölüşməyin. Çünki artıq kiber məkanda uşaq oğurluğu, insan alveri, uşaqların narkotik ticarətinə cəlb etmə, bunlar o qədər sürətlə artıq ki, artıq bu məlumatlardan istifadə edirlər. Oturduqları, məsələn, evdə oturduqları belə o məlumatlardan istifadə edirlər və sizin şəxsi məlumatlarınızı rahatlıqla istifadə edir. Bir də görürsünüz ki, məsələn, polis sizi dəvət edir ki, siz filan əməl etmişsiniz, sizin xəbəriniz olsun, siz edirsiniz, məlumatınız olsun. Tamam. Daha sonra, bunu dedik, ümumi məlumatların qorunması qaydası var. Bu hansı təşkilatdır? AI, Avropa İttifaqı. Tamam. Bu təşkilatda eyni qaydada uşaqların şəxsi məlumatlarının valideyn icazəsi olmadan verilməsini qadağan edib və onlayn platformalarda görürük. YouTube, Instagramda 16 yaşdan kiçik uşaqların məlumatlarının paylaşmasına bağlı xüsusi qaydalar var. Və mən sizə onu deyim ki, bu dəqiqə sosial şəbəkələr əsas işini bu qaydalar əsasında. Əsas bu qaydalardır. Yəni sizin bütün məlumatlarınız və saat bunlar əsasən gedir. Daha sonra UNESCO, bilən var, bu təşkilatı tanıyan var UNESCO. Əsas təşkilatlardan biridir və onun təhsil və rəqəmsal etika sənədi var. Məsələn, burada əsas nə deyir? Müəllimlərin etik davranış məsələlərini müəyyən edir. Uşaqların etik davranış məsələlərini edir. Hətta bu qaydalar deyir ki, müəllimlər və uşaq şagirdlər sosial şəbəkələrdə dost ola bilməzlər. Yəni, dostluq münasibətində ola bilməzlər. Çünki pozisiya olaraq biri müəllimdir, biri şagirddir, öyrədən və öyrənən. Bu sosial şəbəkələrdə bir mənalı onu qadağan edir. Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatında bununla bağlı qaydaları var. Burada da etik məsələlər tənzimlənir. Yəni, görün, beynəlxalq bitdirsə, bunu ümumiləşdirəcəm. Yəni, siz nə gördünüz? Bütün sənədlərdə, həm beynəlxalq sənədlərdə, həm də ABŞ-ın sənədində nə gördünüz? Hamısı uşaqların məxfilik məsələsini qabardır. Yəni, sizin məlumatlarınız çox məxfidir. Bu məlumatları heç kimə verməməlisiniz. Sizdən istəsələr, soruşsalar belə təqdim etməməlisiniz. Sizin fikir söz azadlığınız var. Yəni, tutaq ki, sizə qarşı hansısa bir haqsızlıq olursa və yaxud da ki, hansısa məsələdə fikrinizi bildirmək istəyirsinizsə, etik çərçivə daxilində bunu bildirməlisiniz. Bunu gizlətmək olmaz və sizin məlumatlarınız yalnız valideynlərinizin icazəsi ilə hansı məlumatlarda o da baxılmalıdır, verilə bilər. Aydındır, bura kimi sual olan, kiməsə nəsə maraqlıdır, qaranlıq qaldı. Okey, keçək Azərbaycan qanunu vericiliyi. Mən bayaq dedim konstitusiya. Hər birinizə tövsiyə edirəm, artıq yaşınız 13-15-dirsə, siz konstitusiya oxuya bilərsiniz və anlaşılıdır. Konstitusiya sizin əsas sənəddir. Hüquqlarınızı müəyyən edən, sizə cəmiyyətdə hansı hüquqlarınız var, hansı vəzifələriniz var, onu müəyyən edən əsas sənəddir və bunu mütləq oxumalısınız. Mütləq şəkildə oxumalısınız. Hər birinizə tövsiyə edirəm, özünüzə qeyd edin və başlayın hər gün 2 maddə, 3 maddə, 5 maddə bunu oxuyun. Bizim kiber hüquq sahəsində səmimi desək, hər qanunvericiliyimiz tam formalaşır. Yəni biz o yönə doğru gedirik. Kiber cinayətlər gördükcə, yəqin eşidirsinizsə bu banklardan kart oğurluğu, insanların kartlarından pulların çəkilməsi, ondan sonra insanları aldadıb, hətta son tendensiyanı görürük. Siz məsələn zəng olunur Eminə, Eminə zəng olunanda, Eminin zəng olan şəxsin səsi Eminin məsələn yaxın bir ailə üzvünün səsi ilə eynidir. Emin başa düşmür ki, çünki səs o qədər eynidir ki, həmin adam fırıldaqçıdır, bələduzdur. Və ona deyir ki, məsələn, mənə filan məlumatı verir də, əlimdə yoxdur şəkli. Və yaxud ki, mənə filan şəkli atır. Emin həmin şəkli atır, göndərir həmin adama. Tutaq ki, ailə üzvlərinin kart hesabı uğurlanır, içində pullar uğurlanır. Bu yaxınlarda bir tanışımızın 7.000 manat pulu çəkildi kart hesabından. Sırf ailə üzvünün səsi ilə zəng eləmişdilər deyə. Adam başa düşməmişdi və bank dedi ki, biz burada heç nə edə bilməliyik, yəni ediləcəyimiz bir şey yoxdur. İndi yazıq o 6.000-i bölüb aylardan qaytaracaq. Ona görə gələn zənglərdə sizə tövsiyəm nədir, nə edəcəksiniz? Ailə üzvlərinizin arasında bir dənə şifrə söz müəyyən edin. Məsələn, tutaq ki, Emin ailə üzvləri var, deyir ki, gəlin aramızda bir dənə şifrə söz müəyyən edin. Məsələn, nə olsun? Bir şifrə söz müəyyən edin. Gözəl, məsələn, deyirsiniz ki, məsələn, mənə zəng eləyəndə, filan məlumatı, mən səndən soruşacağım ki, şifrə söz nədir? O da deyəcək ki, gözəl, hə, okey, bilirik. Amma qarşı tərəfdə deyəndə ki, şifrə sözü də o bilməsə və yaxud da ki, səhv söz desə, deməli, bu kimdir? Fırıldaqçıdır. Tamam? Bunun ən gözəl yolu budur. Hər biriniz ailə üzvlərinizin arasında və yaxud da ki, yaxın dostlarsınız, kontaktınızda olan adamların arasında
deyir ki, məsələn, Ayxan mənə pin kodunu ver. Deyəcəksən ki, şifrə söz nədir? Gözəl, hə, okey. Onda biləcəksən. Əgər şifrə sözü bilmirsən, verməyəcək. Okey? Konstitusiyamızda bayaq dediyim şəxsi toxunulmazlıq hüququ, fikir azadlığı, bu bizim konstitusiyada var. Və bu həm də kibir məkana aiddir. Daha sonra bizim nə qanunumuz var? İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun var. Bu qanunda, məsələn, hansı informasiyalar var? Tam belə deyim, bu qanunda məsələlər çox dərin və çox böyükdür. Kompüter texnologiyalarından istifadə etmədə və yaxud da ki, insanların günlük münasibətlərində informasiya necə yığırsan, informasiyaları necə toplayırsan. Məsələn, tutaq ki, orta məktəb müəllimləri məsələn, sizin məlumatları yığır, yazır, məsələn, Emin, Ayxan və digərləri adının qabağına doğum tarixini yazır, adının qabağına fin kodunu yazır, ünvanını yazır və s. Ata adını, ana adını. Amma bu informasiyalar necə saxlanılır? Gizli. Yəni o məktəbdə olan, tutaq ki, zavuşda və yaxud da ki, müəlliminizdə və yaxud da ki, direktorda olmayanlar bunlar sıza bilməz. Mən gəldim, yaxınlaşdım sizin zavuş. Dedim ki, mənə Ayxanın məlumatlarını verir. Mən onu verməməliyim. Çünki o sizin məlumatlarınız, toplama qaydasını oxumalar. Daha sonra, bizdə kimya cinayətlər haqqında konvensiya var və biz həmin konvensiyaya qoşulmuşuq. Bu çox müsbət haldır. Mən bu slaydı göndərmişəm Günay müəlliməyə. Əgər o sizin üçün maraqlı olsa, bu slaydı götürərsiniz və sizin üçün əlavə bir təlimat var. Məsələn, bunu internetdə bulunur. Sadəcə baxa bilərsiniz. Mən başa düşürəm, hüququn dili ağırdır. Ola bilər ki, bu yaşda sizin üçün çətin gələ bilər. Bu normaldır. Yəni, bunu özünüzdə dərd eləməyin ki, mən niyə bunu tam anlamadım, başa düşmədim. Yaş olaraq, yaş keçdikcə və formalaşdıqca daha sizin üçün rahat olacaq bu. Daha sonra bizim strategiyamız var, kibir strategiyası. Məsələn, bunu çox tövsiyə edirəm, oxuyasınız. Niyə? Bu gələcəkdə, indi 2025-dir, 2 il bundan sonra da, 2 il bundan sonra 15 yaşınız olacaq. Və sizin üçün, yəni, inanın 2 il sonra daha çox ciddi dəyişikliklər olacaq. Daha çox fərqliliklər görəcəksiniz. Görəcəksiniz ki, kağız yoxdur. Yəni, kağız sıradan çıxıb. Bütün məlumatlar onlayndır. Məsələn, universitetlərdə artıq tələbələrin şəxsi şifrələri onlayn yığılır. Proqram üzərindən yığılır. Yəni, kağız deyilən bir şey yoxdur. Necə? Bəli. Məsələn, onlayn aktivlər görürüz. Bunlar hamısı nədir? Rəqəmsallaşmadır. Daha sonra bu tətbiqi var. Elektron jurnal. Bəli, elektron jurnal. Artıq tətbiqində bu gözəl. Elektron jurnal bu nədir? Bu hamısı rəqəmsallaşmadır. Hətta mən sizə deyim, bu bilmirəm olacaq ya yox, amma belə bir ehtimal var ki, indi siz video call eləyəndə necə edirsiniz? Məsələn, video call edirsiniz, götürürsünüz belə, danışırsınız. Belə bir fərz irəli ki, o vaxt bu təyyarə məsələsinə döndür. Məsələn, təyyarə icad olmamışdan əvvəl heç kim buna inanmırdı ki, təyyarə olacaq, amma təyyarə var artıq, düzdür? İnsanlar uça bilir. Siz video call eləyəndə danışdığınız insanın belə deyil, maketi belə çıxacaq. Və siz onunla canlı ortamdakı kimi ünsiyyət saxlaya biləcəksiniz. Yəni, artıq texnologiya bu qədər inkişaf edir. Yəni, süni intellekt robotlar atacaq. Gedəcəksiniz bir restorana. Məsələn, sizə robot yaxınlaşacaq, insan yaxınlaşmayacaq. İndi də var o. Xarici ölkələrdə